Cinsi zəiflik yaşayan bir çox kişilər bəzən güc artıran sintetik dərmanlara üst tuturlar. Amma bu dərmanlar ta əvvəlcədən başqa məqsədlər üçün hazırlanıb. Onların əsas maddəsi olan sildenafil ilk vaxtlar ürək-damar problemləri üçün nəzərdə tutulmuşdu. Sınaqlar zamanı isə təsadüfən fərqli bir təsir ortaya çıxdı və çox adam elə bildi ki, bu cinsi gücü artırır. Əslində isə məsələ başqa idi. Bir çox kişi bu gün də düşünür ki, bu dərmanlar cinsi istəyi artırır. Əslində onlar istəyi yaratmır. Sadəcə qısa müddətdə qan dövranını mexaniki şəkildə gücləndirir. Stres, yorğunluq, hormonal pozğunluq və psixoloji gərginlik isə olduğu kimi qalır. Yəni təsir müvəqqətidir, problemin kökü isə həll olunmur. Üstəlik bu dərmanların riskləri də var. Ürək-damar sisteminə əlavə yük sala, təzyiqdə dəyişikliklərə, baş gicəllənməyə və narahatlıqlara səbəb ola bilər. Unutmaq olmaz ki, cinsi istək təkcə fiziki məsələ deyil, o beyində başlayır və hormonlar, enerji səviyyəsi, psixoloji vəziyyətlə birlikdə formalaşır. Buna görə də problemi yalnız qısa təsirli kimyəvi maddələrlə həll etmək mümkün deyil. Məhz bu nöqtədə daha təbii və kompleks yanaşma ön plana çıxır. Bu prinsip əsasında hazırlanan Premium Nutrispermin Türkiyə istehsalı olan kompleks bir məhsuldur. Tərkibində ginseng, maka kökü, muira, paoma və epidium kimi bitkilər var. Bu bitkilər stresi azaltmaq, enerjini və dözümlülüyü artırmağa, psixoloji gərginliyi azaltmağa kömək eləyir. Bundan əlavə vitamin və minerallarla da zəngin olduğuna görə ümumi vitamin balansını dəstəkləyir və cinsi istəyin təbii və davamlı şəkildə formalaşmasına dəstək olur. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. Eyni zamanda nutriko.az saytından və Nutriko.az saytının sosial şəbəkə hesablarından əldə etmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.